Bir arzum var, heç olmasın bir qəmin. Ana yurdum Azərbaycan torpağı. Bayram olsun, şadlıq olsun həmdəmin. Dalğalansın Azərbaycan bayrağı. Dalğalansın Türk Turan bayrağı. Azərbaycan ilk qadın xalq şairi Mirvarid Dilbazi. Vəli Məmmədov adına Mədəniyyət evində Mirvarid Dilbazi Poeziya Məclisi və Mirvarid Dilbazi Poeziya Dərnəyi adından ürəkdən salamlayıram və cəmi şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. Mən Azərbaycan Respublikasının Prezident Administrasiyasına sonsuz təşəkkürümü bildirirəm. Azərbaycan Respublikasının Mədəniyyət Naziri Adil Kərimli cənablarına, Bakı Mədəniyyət Baş İdarəsinin direktoru İbrahim Əliyevə təşəkkürümü bildirirəm. Xətai rayon icra hakimiyyətinin başçısı Rafiq Quliyev cənablarına, Pənah müəllimə sonsuz təşəkkür borcum var. Hər zaman, hər tədbirdə vəzifə borcu olaraq yox, insanlıq borcunu yüksək dərəcədə yerinə yetirərək bu təşkilatın yanında olduğu üçün təşəkkürümü bildirirəm və deyirəm ki, Mirvarid Dilbazi ruhu onun adını uca tutanları qorusun. Kəsilib qısa tellər, Kəlağay əlvanlı qacı üstündən basa tellər. Ay qız sənin nəvədəndir, kəsilib qısa tellər, Kəlağay əlvanlı qacı üstündən basa tellər. Sənin o qara tellərin, sənin o qara tellərin, o telli telli tellərin, yel buraya sətəllərin, o telli telli tellərin, bağrımı kəsətəllərin, o telli telli tellərin, yel buraya sətəllərin. Həmişə deyirəm, həmişə telefondan danışında deyirəm ki, sən çox fədakar insansın, ay Güllü xanım. Və bu mədəniyyətin daşıyıcısı olmaq. Özdə bilirsiniz ki, BMT səviyyəsində Azərbaycan kəlağayısı, yəni özünə məxsus bir qiymət aldı. Günləri biz çox-çox sevinirik. Mən bir daha sizi təbrik eləyirəm. Xeyirli uğurlu olsun. Bundan sonra bu məkan düşünürəm ki, heç vaxtı boş qalmayacaqdır. Burada müxtəlif tədbirlər keçiləcəkdir. Kəlağayının tarixinə baxanda orta əsrlərdən hələ Kəlağayımız milli belə deyək, örtük kimi Azərbaycanda istehsal olunmuş. Hətta bu Kəlağayının bizim eradan əvvəl 5-ci, 6-cı əsrlərdə İran Şahı Daranın vaxtında hələ o dövrdə onun sarayında bu kəlağaylardan istifadə olunmuşdur. Və bu da ona gətirib çıxardır ki, bizim bu milli kəlağayımızın ömrü, tarixi çox qədimə aparılıb çıxarılmışdır. Bugün mən çox özümü həddindən artıq xoşbaxt hiss edirəm. Ona görə ki, bugünkü günü siz elə bil ki, anamı mənə təzədən qaytardınız. Güllü xanım, mən sizə can sağlığı, mən sizə xeyir dua verirəm ki, Allah eləsin ki, həmişə buranın işığı yansın, buradan daha gözəl yerləriniz olsun. Çox sağ olun ki, siz bu milləti yığmışsınız bura. Çox sağ olun. Vurğunun xəyal gəzdi yaralı, gözündə oynadı dağın boranı. Qışın buz qatı, yayın ayranı, qışın buz qatı, yayın ayranı. Hayızın qaymağı yadıma düştü, yadıma düştü, yadıma düştü, koy qadan alım. Əvvəl biz rayonda yaşamışıq. Mənim anam həmin o kəlağayını örtəndə həmişə yaşmaq vururdu. O yaşmaq da elə bir ki, özündən böyüklərin yolunu, hörmətini saxlamaq bir əlamət idi. Belə bir işin davamçısı olan hörmətli Mirvarid Dilbazi xanımın davamçısı olan Güllü xanım, sizə mən müvəffəqiyyətlər arzu edirəm. Həqiqətən də mən bir şəhid atası kimi
bir neçə dəfə sizin şəhid tədbirlərini aparmasını və onlar haqqında şeir deməsini görmüşəm. Adım şair, özüm ana. Mən yazıram yana yana. Qan salanı düşsün qana. Qana saldı cavanları. Bir canım var. Bir canım var sizə qurban. Azərbaycan oğlanları, Azərbaycan aslanları. Eşq olsun qazilərimizə. Güllü xanım həqiqi mənada çox zəhmətkeş insandır. Bəlkə də bizim, məsələn, şəxsən mənim təsəvvür elədiyimdən də daha çox. Çox fədakardır. O milləti sevəndir və millətin o tarixini yaşatmağa çalışan bir insandır. Biz burada oturanların əksəriyyəti onun bu Kələğayı ilə bağlı nələr yaşadığını, nələr elədiyini və istirahət bilmədən rayon-rayon gəzməyə, Kələğayını təbliğ eləməyə və onu deyərik ki, Azərbaycana bizə yenidən qaytarmağının hər birimiz şahid olmuşuq. Bu çox fədakarlıqdır və mən inanıram ki, tarix heç vaxt Güllü xanımı unutmayacaq. Xoş saatda xoş gəlibdi cahana, yoxdur gözəlliyə qusur bahana. Qan əzilib dilə düşə dahana, qan əzilib dilə düşə dahana, qaymaq dodaqlara bal bələnibdir, bal bələnibdir. Təşkilatlar var ki, əldə etdiklərini bəzən 2-yə yox, 3-ə bölür, 4-ə bölür, onun birini təşkilata yatırım eləyir. Amma Güllü xanım hər dəfə bu təşkilatdan nəsə qazanc əldə eləyəndə onun üzərinə də nəsə özündən əlavə edir, işi böyüdür, fəaliyyətini şaxələndirir. Bax, biz bugün onun şahidiyik. Ay Ramin, bir telli saz havalandı nə gözəl. Unutmayaq əhdi, andı nə gözəl. Məclisimiz nağıllandı nə gözəl. Havalandım havasına bu sazın. Mən həmişə deyirəm, mən xoşbəxtəm ki, Xətai rayonunda yaşayıram. Xətai rayonunda xoşbəxtdir ki, mən buradayam, bu rayondayam. Bir şəhid atası kimi, Kapitan Pənav Əkbərin atasıyam. Xeyir dua verirəm. Sizə uğurlar olsun. Həqiqətən siz özünüz Adoz kimi özünüzə güllüsünüz. Bizi üçün həmişə dəyərlisiniz. Biz 5 ildir, 6 ildir biz sizinlə oturub dururuq. Bugünkü bu Mirvari Dilbazi açılışımız, bizim bu Xətai rayonunun bu gözəl təbəs irəli sürməyi bizim həqiqətən ürəyimizi çox açdı. Allah sizi var eləsin. Rafiq müəllimin də Allah canını sağ eləsin. Azərbaycan xalqına məxsus olan qədimi adət-ənənələrimizi, milli irsimizi davam etdirən əşyaların təbliği bugün vacibdir. Sağ olun, var olun, uğurlu olsun işiniz. Yeni muzeyin açılışına görə də təbrik edirəm hamını. Çiçəklər açılıb, çöllər qurulub, suları bulanmış göllər durulub, dağlara gün doğub, bağlar baralıb, qayıdın, bizim elli durnalar. Çox gözəl, bugünkü günü bundan da geniş yerlərdə həmişə belə tədbirlər keçirəsiniz, xeyirli uğurlu olsun. Bir şəhid anası kimi xeyirdamızı verməyə gəlmişik. Mən Kapitan Füzuli Əliyevin anasıyam. Təbrik edirəm, minnətdaram ki, bizi dəvət eləmisiniz. Uğurlar arzulayıram. Çox sağ olun. Qaldı ki, Güllü xanım sizə çox sizə təşəkkür edirəm dəvətiniz üçün. Azərbaycanın vətənpərvər qızı, bütün Azərbaycanın bizim milli dəyərləri, bütün dünya tanıtdığınız üçün sizə minnətdarlığımı bildirirəm, dərin təşəkkürümü bildirirəm. Sizə uğurlar arzulayıram. Əcəldən hünərli, ölümü canlı, əməli şərəfli, amalı şanlı, əyninin kəfəni müqəddəs qanlı, lalənin köksündə xallı durnalar. İnşallah uğurlarınız bol olsun. Bu gözəl məkanınız həmişə gedişli, gəlişli, sazlı, havalı, mahnılı, qonaq qaralı olsun. Uğurlar sizə bir daha. Ələsgər qurbandır, belə gəlinə. Ələsgər qurbandır, belə gəlinə. Sana kimi cumum, eşqin gölünə.
eşkin gölüne. Mən sizi çox sevirəm. Bilirsiniz ki, məqam tapdıqca mən sizin tədbirlərinizə gəlirəm. Yenə də mən, siz Azərbaycanın bütün guşələrində olursunuz. İqlimdən iqlimə keçirsiniz. Və bu tədbirlərdə orada çoxlu xanımlarımız var, şəkilləri görürəm, baxıram, qürurlanıram. Mənəvi dəyərlərimizi yaşatmaq lazımdır. Bax, bugün yaşatmaq lazımdır. Sabah yaşatmaq lazımdır. Yəqin ki, mənə başa düşə biləcəksiniz ki, yəni düşürsünüz də ki, çox böyük ehtiyacı var buna. Həqiqətən çox böyük. Mən Azərbaycanın sizə dəstək olan başqa rayonların bütün dövlət strukturlarına təşəkkür edirəm. İcra başçılarına minnətdaram. Kim ki sizə kömək olur, arxa olur. Sizə kömək olmaq Azərbaycanın milli dəyərlərinə kömək olmaqdır. Bura yığışan insanlar sizi sevən insanlardır. Sizə dəyər verən insanlardır. Siz Azərbaycanımızın dəyərli xanımısınız. Siz Azərbaycanımızın qeyrətli qızısınız. Siz Azərbaycanımızın maddi dəyərlərinə dəyər verən bir xanımsınız. Mən də ona görə sizi sevirəm. Yəni sizin bu qədər ki, öz maddi deyim ki, mənəviyyatınızı heç vaxtı güdməmisiniz. Həmişə xalqımız üçün, millətimiz üçün, həmişə nə xeyirlidirsə, onu siz əldə etmək üçün çalışmışsınız. Güllü xanım həm kəlağanımızın təbliğatçısı, həm də onun daşıyıcısıdır. Artıq onu daim örtür. Biz tədbirlərə zada gedəndə örtürüksə, amma Güllü xanım onu daim örtür. Bu gözəl günləri bizə qismət elədiyin üçün bir daha sənə təşəkkür edirəm və bu işdə sənə yardımcı olan hər kəsə də minnətdaram. Siz dayanmadan, yorulmadan Kəlağayını Azərbaycanın bütün rayonlarında sandıqlardan çıxartmağa gücünüz çatdı və inşallah Allahın köməkliyi ilə bütün arzularınız həyata keçər. Oradan da bu əsl Azərbaycan xanımıdır. Əsl gözəl ürəkli, özü də gözəl, ürəyi də gözəl, ruhu da gözəl, mənəviyyəti gözəl. Bax belə bir xanımdır. Ona görə ben de bugün görürsünüz bu Kəlağayını bura salmışam boynuma. Gizlətməyin. Davam odur mənim də. Mənim bağışlayın. Ramiz Qusar Çaylı yazır deyir, mənim davam Azərbaycan davasıdır. Mənim də davam Kəlağayı davasıdır. İstifadə edin, gözəl görün. Eləyirəm, istifadə eləyirəm. Bir məclisə varsan özünü öymə, şeytana bac vermə, kimsəyə söymə. Qüvvətli olsan da yoxsulu döymə. Demək ki, zorluyam, qolum yaxşıdır. Xəstə qasım kimə qılsın dadını. Canı çıxsın, özü çəksin odunu. Yaxşı gidi, yaman etməz adın. Çünki yaman addan ölüm yaxşıdır. Nənəm qalxıb bir səhər Bismillah söylədi. Qaldırıb əllərini Allaha sidq eylədi. Qurdu o xanasını bayatı deyə-deyə. Astı yumaqlarını, boyunu öyə-öyə. Xana mənim, qurulmuş xana mənim. Bir xalıt oxuyuram, o sənin, xana mənim. Güllü xanıma yardımcı olduğunuza görə təşəkkür edirəm sizə. Bizim kətdə belə bir şey olmamışdı. Bura bir mədəniyyət evi idi. Rəqs gəlirdilər, musiqi alətləri çalmağa gəlirdilər. Amma belə bir şey olmub kəndimizdə. Çox gözəl. Nətər deyim, keçmişimiz var burada bizim. Siz hamımız bir əsərsiz, gənclərimizə nümunəsiz. Sözün düzü, mən rəssamlıqda birinə borcluyamsa, təbii ki, ailəmə. İlk öncə nənəmə borcluyam. Nənəm sayəsində mən 5 yaşından rəsmə gedirəm. Getdikcə sərgilərə də qatıldım və mən bu sənə rəssamlığın dalınca getdiyim üçün çox xoşbəxtəm.
məkanı nurlu, işıqlı olsun, bərəkətli olsun, çoxlu-çoxlu eksponatlar gəlsin. Güllü xanımın evi doludur. Bunlarla hələ bir hissəsini gətirib, bir hissəsi qalıb. Bugün Mirvarid Dilbazi Poeziya Dərnəyinin açılışı oldu. Mən də çox qürurluyam, çox sevincliyəm. Mənim o azacıq zəhmətimə böyük dəyər verdiyiniz üçün çox sağ olun. Tədbirimiz sona çatdı. Var olun. Minnətdaram. Bir səs deyir, dur, ağlama. Düzəlt qəlb qamətini, dərdə, qəmə səsləməsən dərddən güclü millətini, ağlama.